Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 26 maydan 2 iyuna doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar əslində bu həftə pul maddiyyat şansları çox uğurludur. Yəni bu həftə gözləmədiyiniz şəkildə maddisal şanslarınızın bir qapılar açacaq. Yəni siz bir qapını açmağa çalışdığınız zaman digər qapı sizə doğru maddisal olaraq aktivləşməsi başlayacaq. Çarx sizin əlinizdədir. Zamanı istədiyiniz formada məntiq olaraq, düşüncə olaraq, hərəkət olaraq idarə edə bilərsiniz. Sadəcə burada başqa bir məqamda problemlər var ki, yəni pul maddiyyat şanslarınızı əldə edə biləcəksiniz, amma şəxsiyyət, ailə ilə əlaqədar durğunluğunuz var. Yəni qarşınızda olan insan sizin şəxsiyyətə doğru, ailəyə doğru, münasibətə doğru aktivləşməyinizi tələb etdiyi zaman siz ondan uzaqlaşma, siz hər şey pauzada saxlama və zamanı pul olaraq, maddiyyat olaraq, iş olaraq gücləndirməyə çalışacaqsınız. Həftə pis həftə deyil. Deyim ki, həftə pis həftə deyil, negativlikləri çoxdur. Yox, elə bir həftə deyil. Sadəcə burada narahat edici bəzi məqamlar bilirsiniz nədir? Özünüzü həftəyə doğru, özünüzü gedişata doğru tam verə bilməməyinizdir, tam aktivləşdirə bilməməyinizdir. Ümumi həftəni dəyərləndirsək, belə deyim, həftənin ayın 29-undan sonra daha çox şanslarınız, daha çox uğurlu qapılarınız, məntiqinizlə bağlı oyunlarınızı etdiyiniz təqdirdə şansınızı, uğurunuzu özünüzə doğru çəkməyi mükəmməl şəkildə bacaracaqsınız. Həftə gözəl həftədir. Demək olar, xatanlar kimi sizin də bu həftə uğurlu olacaq. Həftənizi uğurlu edə bilərsiniz 85%-ə qədər balıqlar. Xərçənglərə gələndə xərçənglər bu həftə ehtiyatlı olun. Elə bir məqamda olacaqsınız ki, qəlbinizdə, beyninizdə, hisslərinizdə olan nüanslara görə uduza bilərsiniz. Yəni bu həftə həm emosiyalarımızı, həm də sevgi olaraq, şəxsiyyət olaraq içimizdə nələr varsa onları zaman çərçivəsinə doğru saxlamalıyıq. Yəni bu həftə ağzımızı, hiss və emosiyalarımızı bir müddət bağlamalıyıq. Çünki sürətlənmək, belə deyim, hər şey böyük sürətlə əldə etmək zamanı deyil. Qərarsızlığımız bu həftə çox olacaq. Bir müddət dominant, sonra yenə uşaq kimi olacaq, özümüzü aktivləşdirə bilməyəcəyik. Ailə şəxsiyyətlə əlaqədar bu həftə qərarlar verə bilərsiniz. Evlilik və yaxud da qarşınıza elə bir insan çıxa bilər ki, sizin fikir və düşüncələrinizi, sevgi şəxsiyyətlə əlaqədar dəyişə bilər. Bu həftə ailədən gözlədiyiniz dəstəyi ailə sizə verə bilər. Sadəcə ailə ilə kontaktınızı, valideynlərlə, yoldaşınızla, övladlarınızla kontaktı gücləndirməlisiniz. Bu maddisal həftə deyil, amma hiss və emosiyalarınıza görə dəstək barəsində özünüzü tərbiyələndirmə, öz üzərinizdə işləmə, kurslar, seminarlar, konferanslar, nə istəyirsinizsə özünüzü aktivləşdirə bilərsiniz. Psixoloji seanslar olaraq da bu həftə güclü həftədir. Çünki bu həftə sizin özünüzü qidalandırmağınız, özünüzü böyütməyiniz, özünüzü aktivləşdirməyiniz, sağlamlıqla əlaqədar bəzi nüanslarda narahatçılığınız ola bilər. Onların zaman çərçivəsinə doğru yenilənmiş bir formada özünüzə doğru çəkmə zamanıdır. Bunu unutmayın. Həftə hardasa bir 72-72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əqrəblərə gələndə isə əqrəblər bu həftə ola bilər xəyanətə uğrayasınız. Ola bilər görünməyən şeylərin üstünü açasınız. Ola bilər ətrafınızda olan bütün yalanların üstünü açıb özünüzə doğru olmuş bütün oyunları, bütün yarımçıqları aktivləşdirə bilərsiniz. Sevgi, şəxsiyyət həftəsidir. Yəni istədiyinizi sevgi, şəxsiyyətlə əlaqədar münasibətlə bağlı əldə edə bilərsiniz. Səbirsizliyi o qədər çox edirsiniz ki, sanki özünüzü qidalandırma, sanki zaman çərçivəsində doğru, belə deyim də sizə, özünüzü blokda, özünüzü əli qolu bağlı vəziyyətdə, özünüzü yarımçıqlı saxlamağa çalışırsınız. Ümumi həftəni dəyərləndirsək, içinizdə olan yarımçıqlıq və negativlərin qarşısını almağa çalışsaq, içinizdə bir düşmən olacağını hiss edəcəksiniz bu həftə. Elə bir o sizin ziyana doğru, o sizi yarımçılığa doğru, o sizi parçalanmaya doğru apara bilər, amma buna qətiyyən icazə vermirsiniz. Yəni ola bilər ki, bu həftə özünüz də çox böyük yalanlardan istifadə edəsiniz və yaxud da yalanların içərisində olduğunu hiss edəcəksiniz. Bu həftə bir kişi kimdirsə, əqrəblər sizə udar vura bilər, sizi yarımçılıqda, sizi aktivləşməyən bir zonaya sala bilər ki, gücünüzü, enerjinizi, özünüzü yeniləməyə qarşı sizi boşluqda qoya bilər. Həftənin sonlarına doğru çox sevindirici bir xəbər ala bilərsiniz və yaxud da hamiləliklə əlaqədar, özünüzü gücləndirməklə, özünüzü yenilənməklə əlaqədar əqrəblər toplamağı bacaracaqsınız. Həftənin əvvəllərində ortalarına qədər qeyri-balansınız olacaq, yəni qeyri-stabil olacaqsınız. Amma həftənin sonlarında qısqanclığınız və zamanla mübarizənizi qırağa qoya bilsiniz, şans və uğuru özünüzə doğru çəkə bilərsiniz. Əqrəblər bilirsiniz, gec bağlanırsınız, gec çevirsiniz. Amma özünüzə çox güclü şəkildə ziyanlar vura bilərsiniz. Bunun qabağını almağa çalışın əqrəblər. Yeni bir pozisiya, yeni bir başlanğıc, yeni bir öz üzərinizdə işləməklə əlaqədar aktivləşmələr edə bilərsiniz. Ürək, damar sisteminizdə sinirsel olaraq bəzi problemləriniz yarana bilər. Əqrəblər bunun qabağını ala bilsəz, həftənizi 66-68%-ə qədər uğurlu edə bilərsiniz.